mənə deyəndə ki, bəli, Tofiq bəy həbs olunub. Belə mən də gülə-gülə soruşdum ki, indi nəyə görə tutublar? Bunlar istəyir ki, saxta ithamlar palitrası rəngarəng olsun. Olmadı, çok vurmak olmaz. Olmaz ya, adamı nə qədər şərliyib həbs etmək olar, nə qədər tutmaq olar, nə qədər adamı işgəncə vermək olar. Azad insanlar. Qanunsuz olan insanları azadlıqdan məhrum edəmək 4 saatdır, 4 dəqiqədir. Mən onda özüm həbsdə idim, atam həbs olunanda. Nə xoş gününüz olub, ya nə pis gününüz olub. Hər dəfə cümləmiz ondan başlayır ki, onda ata həbsdə idi. Tevfik yandı! Ata ilə bərabər ölkənin əksər həbsxanalarında olmuşuq. Bu bizim üçün yeni həbsxanadır. Bura gəlməmişdik. Yeni tikildiyi üçün də burada gəldik.